Selamun Aleyküm ve Rahmetullah Mansur müəllim. Aleykümselam rahmetullah. Bu günlərdə əlhamdülillah torpaqlarımızın azad olunmasının üzərindən artıq 5 il keçir. Bunun bizim üzərimizdə təzahürü nədir və biz bunu kimlərə borcluyuq? Ümumiyyətlə, ən birinci Allah'a şükür ki, Allah Teala bizi bu zəfəri görməyi, bu zəfəri sevinməyi bizə nəsib elədi. Təbii ki, bizim yaxınlarımızdan, qohumlarımızdan, bizim həmvətənlərimizdən elələr oldu ki, bu zəfər üçün bəlkə də burunların ucları göynüyürdü. Bəlkə bizdən də çox sevinərdilər. Lakin əcəl imkan vermədi. Allah Subhanahu Taala'nın yazdığı qədər onları apardı. Onlar bu sevinci yaşaya bilmədilər. Lakin biz, övladlarımız və bizim yaxınlarımız və həmyaşıdlarımız bu sevinci yaşaya bildik. Bu sevinc, bu qələbə ümumən müsəlmanların qələbəsidir. Xüsusən Azərbaycan övladlarının, Azərbaycan xalqının, Azərbaycan başçısının. Bu bizim ümumi qələbəmizdir. Və biz bu qələbəyə görə Allah Teala'ya həmd edirik, Allah Teala'ya şükür edirik və həmçinin başçımıza minnətdarlıq bildiririk, təşəkkür edirik və həmçinin ətrafına, onlar ki, bu işdə böyük səy göstərdilər və həmçinin əskərlərimizə, həmçinin şəhidlərimizə Allahdan rəhmət diləyirik, qazilərimizə Allahdan can sağlığı arzuluyuruq, Allah Teala onlara kömək olsun, yardım eləsin və valideynlərinə səbir, təvəkkül, təmkin Allahdan istəyirik. Bu qələbə, bu zəfər təzahürü iki yöndən baxmaq olar. Ən birinci yönü odur ki, bu qələbəyə sevinənlər ölkəsinin qələbəsinə, dövlətinin qələbəsinə, İslamın qələbəsinə, məscidlərin açılmasına, torpaqlarda azanların verilməsinə sevinənlər. Bunlarda bu sevinç təzahür etdi, ortaya çıxdı və qoşuldular. Kimisi duası ilə, kimisi bəlkə də bir manatı ilə, kimisi bəlkə də əskərə göndərdiyi bir corabı ilə, nə ilənsə bunu izhar elədi, göstərdi. Kimlərsə içindən partladı, kimlərsə içindən qaynadı, kimlərinsə necə deyərlər, iç üzləri üzə çıxdı və dedilər, bu zəfər bizim zəfərimiz deyil, filan kəs bizə kömək elədi, bu zəfər bizim zəfərimiz deyil, filan kəs bellədi, bu zəfər bizim zəfər deyil. Başladılar zəfərimizə belə ləkə gətirmək istəməyə. Bu da onlarda olan pis təzahürüdür. Yəni, onlar öz qəlblərində olan çirki hətta zəfərdə belə çıxartdılar. Allah Teala buyurur ki, mutu bi qayzikum. Qəzəbimizdən ölün. Yəni, insanlar bu gözəl günlərə, bu gözəl ab-ı havaya sevinməlidirlər, bu şeyə rəğbətlənməlidirlər, övladlarını rəğbətləndirməlidirlər, örgətməlidirlər onlara. Hansı hakimin başçılığı altında bu qələbə, bu zəfər ərsəyə gəldi, əskərlərin xidmətinə oldu, şəhidlərimizdən əsaslar, generallar və əsas şəhidlər olar ki, cəsarət və şücaət göstəriblər. Onların adlarını övladlara örgətmək, onların qəhrəmanlıqlarından bəhs eləmək ki, hətta uşaqlar da bilsinlər ki, bunlar bizim öndərlərimizdir, başda gedənlərimizdir, qəhrəmanlıq simvoludular. Amma yoxsa hamının əməlini küçüd, hamının əməlini küçümsə, bu pis təzahürdür. Şükür Allaha biz sevinirik bu qələbəyə, bu zəfərə və bu günün xeyri bizim ümmətin üzərindədir, bizim cəmaatın üzərindədir. Həm Azərbaycanda olan soydaşlar, həm Azərbaycanla kənarda yaşayan bizim həmvətənlərimiz, onlar başı uca gəzirlər. Aydındır, Qarabağın, ümumən o torpaqların bizə qayıtması bizim bir daha şərəfimizi, bir daha qürurumuzu, bir daha mərdliyimizi özümüzə qaytardı. Buna görə Allah razı olsun başçımızdan və onun ətrafında olan zabit, əskər və onunla xidmətə keçən hər bir kəsdən hətta bir dua edib Allahdan kömək istəyənlər belə Allah onlardan razı olsun. Kimlər də ki, razı deyirlər, biz onları razı sala bilməyəcəyik. Bu bir çətin bir məsələdir, amma qələbə onları da göstərdi. Necə yaxşıları göstərdi, onları da göstərdi. Allah Teala bu da qələbəni elə davamiyyətdə eləsin, bu qələbəni uğurlu eləsin. Allahdan istəyirəm ki, Allah Teala başçımızı və dövlətimizi bütün şərlərdən
bütün şər insanlardan və onların məkirli əməllərindən qorusun. Və sallallahu nəbiyyina Muhammed və alə alihi və sahbihi.